70-ci ildə mədəsi qıcqırır insanın və hər dəfə dava dərman məsələsi eləyir. Heç bir effekti də olmur. Bunun təbii üsullarla müalicəsi var da. Bir dəfəlik gəl, dava dərmandan uzaq ol, o ximikat tərkibli dava dərmandan. Təbii üsullarla doktor sənə xüsusi dəmləmələr, məcunlar verəcək və bununla rahatlaşarsan da. Samir bəy, elə dünən xeyli vaxtım Salyandan olan və Bakıda yaşayan gənc bir oğlana sərf elədim. İllərdir zülüm çəkir, əziyyət çəkir. Həmin bax bu mədə, bağırsaq, yəni qaz, köp, mədə bağırsaq problemlərindən. Adını çəkmirəm, özünün icazəsinə gələn dəfə deyərəm. Yəni bu bir mənalı şəkildə insanlar xoşbəxt olmurlar. Çünki nə yeyən kimi yenə köp yaranır, qaz yaranır, qıcqırma yaranır, o dediyi narahatçılar yaranır. Bu baxımdan da bu müəllimə də deyirəm, təcili yardım üçün siz götürürsünüz ev şəraitində sodanı, bir çay qaşığı sodanı stəkana atırsınız, stəkanın dibindən 30 qram, 40 qram qaynar su əlavə edirsiniz, həll edirsiniz, sodanın həll etmə qaydası budur. Sonra üzərinə soyuq otaq temperaturunda su əlavə edirsiniz, qəbul edirsiniz. O dəqiqə sizin köpünüzü götürəcək, təcili yardım kimi. Və yaxud da ki, raziyana toxumu, yaxud şüyüd toxumu dəmlir qəbul edirsiniz, o da kömək edəcək. Hətta aptekdə olan tibbi kömürdən də istifadə eləsəniz götürəcək. Ancaq müalicə üçün təbii ki, dağ kartofu, tovuz əgədəbəyin, sulanma olmayan dəmiyə kartofunun şirəsindən gündə 50 qram, sonraki gün 100 qram, 150 qram, 200 qramdan gündə 3 dəfə yeməkdən yarım saat qəbul etsəniz, xeyli probleminiz həll olacaq. O şərtlə ki, ayaq işləmə versə, ishal versə, 50 qram geri qayıdırsınız. Bir ay qəbul edirsiniz, bir aydan sonra mənə müraciət edirsiniz, doktor, 2-ci ay neynəyək, 3-cü ay, 3 aydan sonra sizin mədə bağırsaqda probleminiz olmayacaq.